Salam uşaqlar. Bugün biz sizinlə 50 sınaq kitabından 3-cü sınavın izahına baxırıq. İlk sualımız modal feildir. Modal feilin 3 qaydası var idi. Birinci, to'lar varmı yoxsa yoxmu o yoxlanılırdı. Gəlin birinci onu yoxlayaq. Baxırıq ki, to ilə bağlı heç bir problemimiz yoxdur. Amma D variantında have to'nun inkarı özü ilə verilmir. Başqa bir deyişlə have ilə to'nun arasında heç nə daxil ola bilməz demişdim sizə. Ona görə D variantı yanlışdır. İkinci zamanlar yoxlanılırdı. Baxıram ki, burada is var, yəni indiki zamandadır digər cümlə. Bu da indiki zamanda olmalıdır. Y variantını atıram. Daha sonra students, şagirdlər sözü cəmdədir. Has to təklərlə olur. Yəni have to olsaydı mən bunu hələ bir düşünməyə çalışardım. Buna görə bu səhvdir. Yəni have to olsaydı tərcümənin uyğun gəlməyəcəkdi. A-la B arasında qalıb tərcüməyə gedirik. Deyir ki, şagirdlər imtahanda köçürmək. Bu qadağandır. Köçürməməlidirlər. Ona görə olacaq təbii ki B. Sonra ikinci suala baxıram. İkinci sualımızda düzgün tense form, yəni düzgün zaman formasını istəyir. Baxın, burada apostrof D var. Apostrof D da would-un qısaldılmış formasıdır. Mən də sizə öyrətmişəm ki, would yalnız uzlaşır keçmiş sadə zamanla. Keçmiş sadə. Keçmiş sadədə feilin sonuna ed artırmaqla düzəlir. Ona görə olur A. If she lived in London, əgər o Londonda yaşasaydı, she would have English friends. Onun ingilis dostları olardı. Üçüncü sualda ayrıcı sualdır. Ayrıcı sualda vergüldən sonra köməkçi, sonra mübtəda gəlməlidir. Amma cümlədə axtarın, köməkçi varsa ona xəyanət etmək olmaz. Baxın, cümlədə is var. Mən gedib do, does, did gətirə bilmərəm. İzin özündən və yaxud da ardan və yaxud da əmdən istifadə eləməliyəm. Maşallah, hamısı da variantlarda var. Sonra bizim mübtədamız Sky'dır. Sky'ı əvəz eləməliyik səmanı. Səmanı əvəz eləsək itlə əvəz eləyərik. D-ni və C-ni atırıq. Bir tərəf təsdiqdədirsə ayrıcı sualda, digər tərəf inkarda olmalıdır. Əksinə bura inkarda olsaydı, o bir tərəf təsdiqdə olardı. Ona görə düzgün cavabımız qalır A. Dördüncü suala baxırıq. Dördüncü sualda close meaning, yəni bilirsiniz də close meaning yaxın mənalıdır. Yaxın mənalar istəyir. Deməli, brave cəsurdur, courageous da cəsurdur. 1-dən 2 C variantı. Reliable, etibarlı, güvənilir deməkdir. Excited, həyəcanlı deməkdir. Efficient də effektiv, səmərəli deməkdir. Bunlar sinonim deyil. 5-ci suala baxırıq. Deməli, C tapdıq. 5-ci suala baxırıq. 5-ci sualda düzgün nida cümləsini istəyir. Bir düzdür. 2-də nida cümləsində how-la e artikli qoymaq olmaz. How-la d artikli qoyulur. 2 səhvdir. 3-də bir səhvlik yoxdur. Desəz ki, flowers cəmdədir, amma of-dan əvvələ baxırıq da, bunch təkdədir, ona görə ə qoyulur. What-da ə və ya ən qoyulur da, 1-dən 3 düzdür. 4-də isə, baxın, was əvvələ keçib. How fast, sonra she was running olardı. Was runningin əvvəlində olmalıydı. 4-də buna görə səhvdir. Qalır 1 və 3, yəni düzgün cavabımız olur Y. 6-cı suala baxıram. 6-cı sualda passive voice, yəni məhcul növ. Məhcul növ cümləni istəyən kimi uşaqlar siz düstur baxmalısınız. Məhcul növün düsturuna. To be üstəgəl participle to, nə bilim, have been, has been üstəgəl participle to, yəni düstur belə olurdu. Gəlin baxaq görək düstur harda var. Əvvəl Y ilə başlayaq. Y-də əmizar, was, were, have been, has been heç biri yoxdur. D-də is var, amma yanında P2-si, yəni participle to'su yoxdur. C düzdür. Will, be, completed-də participle to'dur. Qaydalı olduğuna görə edlə düzəlib də tamamlanılacaq, layihə tamamlanılacaq. C düzdür. B əslində məhcul növə düzdür, yəni düstur düzdür, amma by she yox, by her olardı. Mübtəda gətiriləndə by'dan sonra şəxs əvəzliyə olmaraq obyekt əvəzliyə qoyulmalıydı. Bu da səhvdir. Sonra A-ya baxırıq. To be going to-nun məhcul növü bu şəkildə düzəlmir. To be going to-nun məhcul növü to be going to, üstəgəl be, üstəgəl finish-ləndir. Participle to-nan da yəni elə düzəlir. A-da yanlışdır. Düzgün cavabımız qalır C. 7. 7-ci sualda sözünü sualdır. Pay'in sözünüsü fordur. Əgər nə üçünsə alıb ödəniş edirsənsə, bu bilet alıb, bilet üçün ödəniş edib. Pay'in sözünüsü fordur. Hara alıb bu bileti? Avropaya.
to Europe olacaq. Təkcə iyun olsaydı uşaqlar in qoyardım, amma iyunun 25-idir, yəni gün var. Gün varsa onda 10 qoyacağam. 4 to 10. Bu isə Y variantındadır. 8-ci suala baxıram. 8-ci sualda düzgün tense form, yəni zaman formasını istəyir. Gəlin baxaq. Burada when var, when bağlayıcıdır və zamanların uyğun olmasını tələb eləyir. Yəni sağ və sol bir-birindən uyğun olmalıdır. Zaman uyğunlaşmamıza görə indiki zamanla uyğunlaşırdı indiki və gələcək. Keçmiş zamanla yalnız uzlaşırdı keçmiş. Gələcək zamanla gələcək uyğunlaşmaz. Gələcəklə isə ancaq olur indiki. Və bağlayıcılardan sonra gələcək zaman qoymaq olmaz. Bax, when bağlayıcıdır. Bağlayıcıdan sonra gələcək qoymaq olmaz. Yəni will qoymaq olmaz when-dən sonra. C-ni atdıq. Sonra ay yazılıb uşaqlar burada. Ayla were istifadə eləmək olmaz. Ayla was olur. D-ni də atdıq. Sonra was keçmiş zamandır, am indiki. Axı biz dedik keçmişdən keçmiş olur. Keçmişlə indiki olmaz. B-ni də atdıq. Sonra burada he var. He-lə have yazmaq olmaz. He-lə has olardı. A-nı da atdıq, qalır Y. Keçmiş, keçmiş. Uzlaşma falan da hər bir şey qaydasındadır. Sonra 9-cu suala baxıram. 9-cu sualda definition istəyir. Uşaqlar illiterate, ignorant sözünə sinonimdir. Savadsız, cahil deməkdir. Literate savadlıdır. Bax, literate yazılan bu söz var ha. Bu savadlıdır. Hətta bir dənə söz də keçmişdik sizlə. Literacy, savad. Illiterate isə savadsızdır. Savadsız da ki, oxuma yazma qabiliyyəti olmayan insandır. Bu da hansı variantdadır? C-də. Unable, edə bilmir oxumağı və yazmağı. Sonra 10-cu suala baxıram. 10-cu sual, bu izi də arada, nə bilim, vozu, həvi görürəm. Bu uzlaşma testi olduğunu bilirəm. Tense form falan da yazmayıblar da şərtində. Uzlaşma testidir. Deməli, burada swine yazılıb. Swine da donuz deməkdir. İş orasıdır ki, swine sözü təkdə də eyni qalır, cəmdə də eyni qalır. Əgər swine təkdə olsaydı, qarşısında ya ə, ya da ki, D artikli qoyulardı. Çünki tək olan isim ingilis dilində təyin edicisiz ola bilmir. Artikl olar. Demək, bu cəmdədir. Cəmdədirsə, götürməliyik 1-i və 4-ü. Arı və həvi. Maraqlı sual idi bu. Olur. Cavabımız Y. 11-ci suala baxıram. 11-ci sualda düzgün sual cümləsini istəyir. Sual cümləsinin düsturuna bir dənə baxaq. Sual cümləsində sual sözü. Birinci gəlir sual sözü. Sonra gəlir köməkçi fe'l. Sonra gəlir mübtəda. Sonra gəlir əsas fe'l. Baxın, sual sözündən sonra köməkçi fe'l gəlməlidir. Amma burada you gəlib. You mübtədadır. D-da da you gəlib. You mübtədadır. Bunları atdıq. Sonra keçmiş zamanda cümləyə sual were-lə verilə, bir halda verilə bilərdi ki, bu davam etki zaman olardı. Davam etki deyil, axı were-ün nə işi var? Did-lə verilərdi sual. A-nı atdıq. A, B, D gedib. Sonra did varsa cümlədə fe'l qayıdıb lüğətdəki formasına düşməli idi. Yəni go olmalı idi. Cavabımız ona görə C-də səhvdir. Cavabımız qalır Y. Hər şey düz. Sual sözü, köməkçi fe'l, mübtəda, əsas fe'l. Sonra 12. 12-ci sualımız article sualıdır. Bilirdik ki, United Kingdom, United States, United sözü olanda mütləq D artikli qoymaq lazımdır. Avropa qitədir, artikl qoyulmur. Kanada ölkədir, artikl qoyulmur. D boşluq, yəni D. Ən asan sual idi. Sonra 13. 13-cü sualda baxın, smaller yazılıb. Smaller da müqayisədir. So, very, bunlar aid dərəcənin əlamətidir, qoymaq olmaz. Sonra list üstünlükdür. List üstünlükdür, qoymaq olmaz. Baxın, müqayisə dərəcəsinin əlamətlərini sayanda a little, a bit, no, any, than. Bunlar hamısı müqayisənin əlamətidir. Much da müqayisənin əlamətidir. Ona görə cavabımız olacaq B. Horses are a little smaller than the camels. Siz gəlmə, less-i niyə qoymuruq? Less artıq müqayisəyə özü düşür. Baxın da, burada smaller müqayisədə də onun qabağına qoymağa ehtiyac yoxdur axı. Sonra
Keçirik 14-ə. 14-cü sualda düzgün variantı istəyir ümumiyyətlə quantifier testidir. Bilirik ki, many özündən sonra cəm isim istəyir. Cəm isim. Amma rice cəmdə deyil, furniture cəmdə deyil. 2 ilə 4-ü çıxırıq. Qalanlarda bir səhvlik yoxdur. Ona görə cavabımız qalır B. Bu da çox asan sual idi. 15-ci suala baxıram. Baxın, əgər baş cümlə keçmiş zamandadırsa, dırnaq içərisində verilən bu cümlə bir zaman keçmişə düşməlidir. Yəni, have received-sə, had received olmalıdır. Had received də hansı variantdadır? A-da. Sonra 16-cı sual cümlə qurmaqdır. Gəlin quraq cümləmizi. Biraz yuxarı qaldıraq. Deməli, mən, I, nə etdim? Yedim. Ate. Nə yedim? Tort. Və yaxud da ki, cakes. I ate the cake. Səhər yeməyi üçün. Mən səhər yeməyində tort yedim. For breakfast. Kimlə yedim? Dostum ilə. With my friend. Bu səhər isə olacaq this morning. Bax, bunu quranda düzgün cavabımız olur A. İndi mətn sualına keçirik. Deməli, mətnimiz Oppenheimer haqqındadır. Oppenheimer'ın keçən illərdə filmi də yayınlanmışdı. Yəqin ki, onun haqqında məlumatınız var. Deyir ki, Oppenheimer Amerikalı bir alim idi. O, deməli, key role, uşaqlar, key'nin açar mənası var, bir də əsas mənası var. Deyir ki, o tanınırdı. İkinci Dünya müharibəsi ərzində atom bombasını yaratmaqda əsas rolunun olmasına görə. O, was born anadan olmaq deməkdir. Anadan olub 1904-cü ildə New York şəhərində. Grow up isə böyümək. O, dəqiq elmləri sevərək böyüyüb. Fizika, deməli, Harvard və Cambridge kimi, like bilirsinizsə, kimi mənasını verir, xoşlamaqdan başqa. Harvard və Cambridge kimi məşhur universitetlərdə fizika oxuyub. İkinci Dünya müharibəsi during ərzində deməkdir, ərzində ABŞ istəyir ki, build, yaratsın, güclü weapon silah deməkdir. Silahlar ki, müharibəni tez sonlandırsınlar. Oppenheimer bu Manhattan layihəsinin lideri olur. Və bu gizli bir alim qrupu idi ki, hansı ki onlar atom bombası üzərində çalışırdılar. Və 1945-ci ildə ilk atom bombası uğurlu şəkildə test olundu Meksikada və sonra keçən il yox, sorry, that year, o il 2 bomba atıldı Yaponiyaya. Drop atılmaq deməkdir. Və bu lead to uşaqlar, lead to-nun keçmiş zamanıdır, səbəb olmaq deməkdir. Və bu səbəb oldu müharibənin sonlanmasına. After the war, müharibədən sonra Oppenheimer deməli belə destruktiv dağıdıcı deməkdir. Belə dağıdıcı silahın yaradılmasında özünü belə günahkar hiss elədi. O, rest of his life, restin dincəlməkdən başqa qalan digər hissə mənası var. Deyir, o həyatının qalanını sülhü təşviq edərək yaşadı və elmdən, artıq dəqiq fənlərdən yaxşılıq üçün istifadə elədi. He passed away. Pass away uşaqlar, die, ölmək demək. O dünyasını dəyişdi 1967-ci ildə. İndi mətnin suallarına baxırıq. Deyir ki, mətn əsasən nə haqqındadır? Mətn Oppenheimer'ın həyatı haqqında idi. Çünki anadan olması, hansı universitetlərə getməsi haqqında, nə hansı işləri görməsi, nəyə marağının olması haqqında danışdı. Ona görə onun həyatı və yerinə yetirdiyi işlər haqqındadır, uğurları haqqındadır. Bu da Y variantındadır. Sonra 2. İkinci sualda hansılar düzgündür deyir. Birdədir ki, Manhattan layihəsi gizli idi, hidden idi. Orada mətndə secret yazılmışdı. Yəni, bəli, gizli idi, bir düzdür. Dəqiqə, düz işarəni qoymadım. Bu hissəyə qoymalıyam. Bir düzdür. 2-dədir ki, o yalnız Manhattan layihəsinə daxil olmuşdu. Yalnız sözü olduğuna görə səhvdir. Mətndə yalnız yazılmamışdı. 3-dədir ki, Cambridge Oppenheimer'ın təhsil aldığı ən məşhur universitetlərdən biri idi. Bəli, biri idi. 3-də isədir ki, atom bombalarını müharibədən sonra təşviq edib, amma müharibədən sonra səhvini anlayıb sülhü təşviq eləmişdi. Yəni, müharibədən əvvəl desəydi biz bunu götürərdik. 1-lə 3, yəni B.
Üçüncü suala baxıram. Üçüncü sualda deyir ki, 2-ci Dünya müharibəsində Oppenheimer'ın rolu nə olub? Əskər idi. Soldier riski əskər deməkdir. Yox. Manhattan layihəsinə rəhbərlik edirdi, düzdür. Sülh tərəfdarı idi. Yox, müharibədən sonra idi bu. Müharibə ərzində deyir axı burada. Elmi layihənin üzərində işləyirdi. Bəli, düzdür. Gizli Manhattan layihəsinin üzərində işləyirdi. Ona görə cavabımız olurdu 4. Dördüncü sualda deyir ki, düzgün şəkildə yana tamamlayın. Müharibədən sonra bir də deyir ki, işindən qürur duydu. Proud of qürur duymaqdır. Yox, əksinə. Peşman olmuşdu. 2-də deyir ki, sülhü təşviq eləyirdi. Düzdür. 3-də deyir ki, davam elədi atom bombaları yaratmağı. Yox. 4-də deyir ki, elmdən yaxşı məqsədlər üçün istifadə elədi. Düzdür. 5-də isə deyir ki, elmdən istifadə eləməyi dayandırdı. Yox, dayandırmadı, amma yaxşıya doğru istifadə elədi. Deməli, 2 və 4, yəni düzgün cavabımız olur B. Sonra 8-ə baxaq. Devastating dağıdıcı deməkdir. Paragraf 3-də dağıdıcı sözü var idi, destructive uşaqlar. Ona görə buraya yazırıq destructive. Mən buraya yazım. Destructive. Destroy sözünün sifət formasıdır. Sonra 7. 7-dədir ki, someone'dır, yəni kimsədir, bir insandır. Yəni yazacağımız söz bir insan olmalıdır, insana aid bir şey olmalıdır. Bu bir insandır. Kim ki rəhbərlik eləyir və yaxud da təlimat verir qrupa və yaxud da təşkilata. Bu isə liderdir. Lider sözü isə ingiliscə elə liderdir. Bir dənə qaldı 5. İkinci Dünya müharibəsi ərzində, müddətində ABŞ hədəfləmişdi. ABŞ nəyə hədəfləmişdi? Müharibəni sürətlə bitirmək üçün o deməli silah yaratmağı hədəfləmişdi. Burada da ABŞ istəyirdi. Baxın, hardadır? Deyə burada. Cavabımız buradadır. Orada hədəfləmişdi yazılıb, burada istəmişdi yazılıb. Nə fərqi var ki? Deməli, build sözünü yaratmağı create ilə yaza bilərsiniz. Make ilə yaza bilərsiniz. Establish ilə yaza bilərsiniz. Kəşf eləmək discover ilə də olardı, invent ilə də olardı. Sonra powerful-u strong ilə dəyişdirmək olar. Sonra effective ilə dəyişdirmək olar, effective. Sonra weapon elə silahdır, saxlayırıq. Sonra gunla əslində dəyişmək olur bunu. End finish ilə dəyişmək olar. War'u saxlayırıq. Quickly isə rapidly də olar, sürətlə. Fast da olar. Gör nə qədər söz dəyişmək oldu. Bugünlük bu qədər. 3-cü sınavımızın izahını bitirdik.